Hər vaxtınız xeyir, kanalımıza xoş gəldiniz. Bugün kanalımızda asan üsulla dadı damağınızda qalacaq göbələk yeməyi, ət suyundan şorba hazırlayacağım. Göbələyi hazırlamazdan öncə mütləq qabığını soymaq lazımdır. Qabığını soyduqda daha tez pişir. Bıçaq yardımı ilə bu qaydada çox asanlıqla soymaq olur. Qabığını soyduqdan sonra axar suda təmiz-təmiz yudum. Göbələkləri bu qaydada doğrayıram. Yeməyə əlavə etmək üçün 250 qram toyuq filesi götürmüşəm. Fileni də kubik şəklində doğrayıram. Doğradığım fileni bir kənara qoyuram. 3 ədəd orta boy soğanı da kubik şəklində doğrayıram. Soğanın yanına bir diş də sarımsaq doğrayıram. 2 ədəd şirin biberi də uzunsov şəkildə doğrayıram. Qeyd edim ki, yeməyin daha gözəl görünməsi üçün rəngli biberlərdən də istifadə etmək olar. Geniş bir tavanın içərisinə soğanı əlavə edirəm. Üzərinə biraz kərə yağı, biraz da duru yağ əlavə edirəm. Tavanı ocağın üzərinə yerləşdirirəm. 3-4 dəqiqə ərzində soğanı biraz qovururam. Soğanın rəngi azacıq dəyişdikdə göbələyi əlavə edirəm. Əvvəlcə qazın yüksək temperaturunda bişirirəm ki, göbələk çox su salmasın. Qarışdırıb tavanın qapağını örtürəm. Hərdən qarışdırıram. Göbələyin suyu çəkilib, yağa düşdükdə toyuq filesini əlavə edirəm. Yeməyə duz, istiot, biraz da sarı kök əlavə edirəm. Qeyd edim ki, duzun, istiotun miqdarını zövqə görə artırıb azaltmaq olar. Qarışdırdıqdan sonra qazın aşağı orta temperaturunda bişirirəm. Toyuğu əlavə etdikdən sonra göbələklə birlikdə 3-4 dəqiqə qovurub, içərisinə əvvəlcədən doğradığım biberi əlavə edirəm. Yenidən 2-3 dəqiqə qovururam. Sonda yeməyin içərisinə 2 ədəd doğranmış kartof əlavə edirəm. Kartoşkaları nə qədər xırda doğrasanız daha tez pişər. Va modda bişirirəm. Kartoşkalar yumşalanacan bişirirəm. Hərdən qarışdırıram ki, hər tərəfi eyni qaydada pişsin. Artıq gördüyünüz kimi göbələk yeməyi hazırdır. Gördüyünüz kimi görünüşü çox gözəldir. Dadına söz ola bilməz. Həqiqətən də çox ləzzətli, mükəmməl bir yemək alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Günün menyusunun ikinci yeməyi isə şorbadır. 1 ədəd soğanı xırda-xırda kubik şəklində doğramışam. Üzərinə kərə yağı əlavə edirəm. Üzərinə biraz duz əlavə edib qazanı ocağa yerləşdirirəm. Soğanı 1-2 dəqiqə qovururam. Çox qovurub rəngin qızartmaq olmaz. İçərisinə əlavə etmək üçün 1 ədəd kökü də rəndənin xırda gözündən keçirmişəm.
Soğanın rəngi azacıq dəyişdikdə kökü əlavə edirəm. Kökü əlavə etdikdən sonra 1-2 dəqiqə soğanla birlikdə qovururam. Qazanın içərisinə 1 çay qaşığı tomat pastası, 1 ədəd doğranmış pomidor əlavə edirəm. Qarışdıraraq 2-3 dəqiqə yenidən qovururam. Qovrulmuş ərzaqların üzərinə əvvəlcədən hazırladığım sümüklü ət bulyonunu əlavə edirəm. Üzərinə biraz istiot və sarı kök tökürəm. Duzu az olsa miqdarını artırmaq olar. 2 ədəd orta boy kartof götürmüşəm. Kartofları da kubik şəklində doğrayıram. Doğradığım kartofları şorbanın içərisinə əlavə edirəm. Kartof pişənəcən qazın aşağı orta temperaturunda qaynadırım. Şorbaya tökmək üçün xırda vermeşil götürmüşəm. Onu yumru düyü ilə və yaxud da bulğurla əvəz edə bilərsiniz. Kartoşka tam bişdikdə vermeşili əlavə edib 3-4 dəqiqə pişirib ocağı söndürəcəm. Yemək hazır olduqda ocağı söndürürəm. İçərisinə əvvəlcədən doğradığım göyərtini əlavə edirəm. Göyərti olaraq keşnişlə şüyü də əlavə etdim. Artıq şorba hazırdır. Tam vitamin deposu, ləzzətli bir şorba alınıb. Hazırlayıb dadına baxmağa dəyər. Gördüyünüz kimi asan üsulla 2 cür ləzzətli yemək hazırladıq. Sizlərə də bu üsulları mütləq sınamağı, bu yeməklərin dadına baxmağı tövsiyə edirəm. Əgər videom sizlər üçün faydalı oldusa, izləyərkən bəyənməyi, kanalımıza abunə deyilsinizsə, abunə olmağı unutmayın. Hazırlayacaq olanlara nuş olsun.